Xəlal Əliyevin ad verdiyi milgəhinin peçinə nə tər odun qoyublarsa, çaq qapağı bütün Bakını bürgür. Quru yaş oduna yanır, yaş qurun oduna yanır. Obşum aləm deyib bir-birinə. Məsələ Alona məsələsidir. Demək zəng eləyiblər bu milgəhiyə deyiblər, qəhi, niyə susursan, niyə danışmırsan? Tulla, sənə zadından tu basarıq, sənə o qədər pul veririk, yardım edirik, real olmayan kanalı, realı icazə verib işlətəsən. Amma sən susmusan. O da başlayıb, vallahi billah, sabah yenə onun şərləyəcəm, sabah onun adına 100 dənə söz deyəcəm. Həmişəki kimi Mirgəhinin 4-5 dənə şablon sözü var. Qara güruhlar, nə bilim, Erməniyə pulla satıranlar, Azərbaycanın inkişafını gözü götürməyənlər, ermənidirlər. Nə oldu ya? Bütün siyasi blogerlər hamısı ermənidir. Nə oldu? Hamısı pula satılıb, hamısı qara güruhdur. O şərəf və tüpürüm sənin. Hələ bu soğukda Aynur Camal da çıxıb deyir ki, bir qadına hücum etmək, bütün qadına hücum etməkdir. Sən Allah! Məhəmməd Mirzəlinin bacısının videoları çıxanda niyə danışmırdınız? Niyə susmuşdunuz? Cəmil bəyin qızının videoları çıxanda niyə danışmırdınız? Niyə susmuşdunuz? Onlar ki Azərbaycanlı idi. Onlar öz millətimizdən idi. Onlar vətənimizdən idi. Amma bugün Alona məsələsində qadınlara, bütün dünya qadına hücum elədi Mehman Söynəva. Bütün dünya qadınlara qarşı haqsızlıq eləyir. Bu kiminsə həyatına olan müdaxilə deyil. Ey əziz, vicdanını satan jurnalistlər, yazarlar. Anlamalısınız axı. Siz bunu çox gözəl bilirsiniz ki, bu sadəcə olaraq bir cavabdır. Hələ dalı gəlir. Bakı deyib bir-birinə. Vicdanınız varsa, çıxartın onu padvaldan biraz istifadə edin. Bir dəfə də olsun bu xalqın gözlərinin açılması üçün həqiqəti yazın. Artıq xalq hər şeyi bilir. Bu sadəcə olaraq həqiqəti Azərbaycan millətinə çatdırmaq istəyən siyasi blogerlərin işidir. Bu bir cavabdır. Bu kiminsə həyatına müdaxilə deyil əzəm vətənlər. Artıq həqiqəti bilmək vaxtıdır. Nə qədər bunlar bizdən sir gizlətəcəklər, bizim bu siyasi blogerlər araşdırıb hər şeyi üzə çıxaracaq.